Biləsuvar rayonunun Əhməd Ağa Muğanlı küçəsində illərdir davam edən içməli su problemi sakinləri çarəsiz vəziyyətə salıb. Sakinlərin sözlərinə görə rayonun müxtəlif hissələrində quraşdırılmış bulaqlar və su xəttləri əhalinin içməli suyu olan tələbatını ödəyə bilmir. Xüsusilə yay aylarında vəziyyət daha da dözülməz hal alır. Havaların isti keçməsi fonunda suya olan ehtiyac artır, lakin kranlardan ya ümumiyyətlə su gəlmir, ya da suyun təzyiqi o qədər zəif olur ki, istifadə etmək mümkünsüzləşir. Rayon sakini Amil Quliyev deyir ki, kranlardan günlərlə su gəlmir. Gələndə də elə zəif olur ki, bir qab belə doldurmaq olmur. 20 ilə yaxındır burada yaşayırıq. Bizim elə çətinliyimiz bu su ilə bağlıdır. Neçə ildir bu əziyyəti çəkirik. Yay gəldi, bizə su belə deyə verilmir. Ancaq maşınla gətiririk. Hamısı kasıb sakinlərdir. Yəni imkan yoxdur. Yəni durum maşınla da gətirməyə imkan yoxdur. Sudan ötürü çox əziyyət çəkiyordu. Su gəlmir. Vəziyyətimiz pisdir. Susuz yaşamalı deyil ki, susuz. Əvvəllər suyu hardan götürər? Suyu maşınla alırıq həmişə. Əvvəl 11 il bundan qabaq turbo eləyəndə, yoğun turbo buradan gedirdi. O lil su, ondan istifadə eləyirdi. Sonra bunlar çəkdilər. Buradan çəkiblər, buradan bir özümüz çəkmişik, o da gəlmir. Sakinlərin bir hissəsi içməli suyu rayonun kənarından keçən su kanalından uzun məsafələrlə daşımalı olur. Digərləri isə suyu pulla maşınla gətizdirirlər. Hər iki halda bu ailə büdcəsinə əlavə yük yaradır və xüsusilə az təminatlı ailələri daha da çətin duruma salır. 10 ilə yaxında, 15 ilə yaxında Allah gücünü çəkir, Allah'ın olsun. Ya buna bir çarə qılsın, ya da biz çöçək buradan çıxaq gedək. Hər həftə su daşımaq üçün ailələr maşına müraciət etməyə məcbur qalır. Bu isə ən azı ayda 50 manatdan 80 manata qədər xərc deməkdir. Problem su problemidir, suyumuz yoxdur. 2 ildir burada su yoxdur, yəni ki, şikayət də edirik, baxan yoxdur, ümumi xətt yoxdur burada. Buradan bu nə qədər evlərdir hamısı, yəni su ümumiyyətlə çətinlikdir. Motorla da qoyuruq gəlmir, su yoxdur burada. Su koruğu çəkirik, zülüm çəkirik. Gündə bir maşın su gətiririk, bir gün gətiririk, sabah yoxdur. Məsələyə aydınlıq gətirmək üçün Biləsuvar su meliorasiya sistemlərinin istismarı idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, sözü gedən küçəyə suyun verilməsinin dayandırılması texniki səbəblərlə bağlıdır. Belə ki, nasos qurğularında baş verən nasazlıq nəticəsində suyun verilməsində fasilə yaranıb. İllərdir su vədinə öyrəşmiş Əhməd Ağa Muğanlı sakinləri ümid edirlər ki, bu dəfə verilən vədlər yerinə yetiriləcək və onlar nəhayət ki, içməli suya davamlı və fasiləsiz çıxışı əldə edəcəklər. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.